nisiyə şəklində, gəlin bunu sizin üçün ayrıca canlandırın. Deməli, biz nisiyə şəklində satışdan gəlir olmuşdu nə qədər? 30.000 və debitor borcumuz olmuşdu nə qədər? 35.400. Və bizim yaranmışdı təxirə salmış və göstərdiyimiz 5.400. Mahiyyətlə biz müştəriyə satış etmişdik. 30.000 manatlıq mal satmışıq. 30.000 manatlıq malın üzərində neçə faizlə satırıq? ƏDV ödəyəsi olduğumuza görə 18%. Deməli, biz müştəridən 30.000 mala görə nə qədər pul alacağıq? 35.400. Bu 5.400 manat hissəsi isə bizim nəyimizdir? ƏDV öhdəliyimiz olacaq. Hələ ki, ƏDV öhdəliyi ola bilmir. Səbəb odur ki, pul daxil olmuyor. Ona görə də hələ ki, bir alət olaraq təxirə salmış vergi öhdəliyini yazdıq. İndi baxaq, müştəri bir gün qapını döyür, deyir ki, ala, çıxartdı pul verdi mənə. Nə qədər pul verdi? Borcunun 80%'ni dedi. Borcunun 80% nə qədərdir? 35.400'ün 80%, 80% eləyib 28.320. Adam 28.320 manat ödəniş edir. Və ödəniş edən adam necə ödəniş edir? Bu 28.320'ni ödəniş edəndə onun ƏDV hissəsini depozitə və malın dəyərini isə bank hesabına ödəniş edir.